Bakıda ilk dəfə olaraq 1-ci beynəlxalq erkən müdaxilə üzrə autizm konfransı keçirilib. Bu konfransın keçirilməsinin əsas məqsədi autizmli uşaqların erkən diaqnozunun qoyulmasına nail olmaq, elmi sübutlara əsaslanan ən müasir tədqiqatları paylaşmaq və erkən müdaxilə xidmətlərinin genişləndirilməsinə dəstək olmaqdır. Bizim əsas məqsədimiz biraz cəmiyyətdə bu baxımdan maarifləndirmə qıtlığı olduğu üçün məqsədimiz daha çox kütləyə maarifləndirməni çatdırmaq və autizmli uşaqları bu vasitə ilə mütəxəssislərin və ailələrin dəstəyi ilə cəmiyyətə inteqrasiya etməkdir. Konfransda yerli mütəxəssislərlə yanaşı Türkiyə və ABŞ-dən olan professorlar da çıxış ediblər. Onlar öz çıxışlarında autizmdə erkən müdaxilənin vacib olduğunu dilə gətiriblər. Bakü'de Otizm Erken Müdahale Konferansı'nı düzenliyor olmak bence büyük öneme sahip. Çünkü otizmde erken müdahale, erken fark etmek ve doğru tekniklerle otizmli çocuklara müdahale etmek umut vadeden bir yolculuğa dönüşebiliyor. Bu anlamda Bakü'de farkındalık yaratmak, erken müdahalenin altını çizmek, önemini vurgulamak çok önemli. Bu açıdan burada bulunuyor olmaktan büyük memnuniyet duyuyorum. Gəlin autizmli fərdlərə və onların ailələrinə dəstək olaq. Hər kəs üçün daha inklüziv bir cəmiyyət yaradaq. Unutmayaq ki, autizm xəstəlik yox, sadəcə bir fərqlilikdir. Fərqlilik isə gözəllikdir.